Mən elə fikirləşirəm ki, Qarabağ çox belə deyək də, dəyişikliklər çox oldu. Yəni bundan öncəki mövsümlərdə bu qədər dəyişiklik biz görməmişdik komandada. Bəli. Yəni bu dəyişikliklərin fonunda komandaya təsiri necə olacaq, o mənə çox maraqlıdır. Yeni futbolçu. Yeni futbol. Çünki yəni 1 deyil, 2, maksimum 5 futbolçu olardı Qarabağda. Razıyam. Amma bu il Biri köklü dəyişikliklər var. Tədricən 2 futbolçunu əsasiyyətə adaptasiya edirsən. Biri də var eyni anda 6, 7, bəlkə də 8 Yəni çox dəyişiklik var. Bunun İlk təcrübədir son illər. yəni əvvəllər razıyam səndən, olurdu 3, 4, Bəli, 2 bəli. belə, amma bu il artıq Hətta deyərəm bəlkə də 4 olmayıb Ahmet. Ən yaxşı halda 2-3. bu il 8 futbolçu artıq olub transfer. Və yenə gəlir. Mən sənə deyim ki, bir 3-4 də rahat Bəli, olacaq. bəli, Yəni bəli, bu bəli. qədər qlobal dəyişikliyi biz Qarabağda görməmişdik son Və gələn illər. futbolçuların əksəriyyəti əsas heyət üçün. Yəni Nəzərdə tutulub. Nəzərdə tutulub.